balığı məşhur olub da. Burada Bəli. çox balıq çıxıb da. Xaşan, buradan. həzblər. Deməli, ən böyük balıq nə boyda tutulub burada? Yəni ki, şahid olmusunuz elə bir hadisə. Bəli. Üçünün şahid olmuşam. Kürün qırağında qəzəlli bir maşına qoymuşuq. 1,5 metrə yarımda çölə çıxıb. 120 kilo, 80 kilo, 70 kilo. Ağbalıq da olub. Onun naxa forması da olub. Bizim düzü naxanı yemirik, yeyilmirdi. Amma olubdu bu çəkilərdə. Qalan ağbalıqlar 20 kilo, 18 kilo, qızıl balıqlar, məsələn, xaşan, kütüm, bütün sort kürdə balıqlar olub və o kətdə ondan istifadə olunub. Və deyirəm ki, bu Ağcabədi, Ağsu arası və o Gürcüstanla o təsadüf gələn adamları daimi gəlmirdilər. Yəni mən canlı şahid olmuşam. 3 gecə burada yatıbdılar. Kürü məsələn burada olurdu. 50 kilo ilə elək olurdu, kür olurdu. O hesaba bəli, yaşayıb kənd bir müddət, amma indi onlar da yoxdur. Bəs indi necə? Həmən balıqlardan Xeyr, qalan var? həmin balıqlar yoxdur. Heç kürə deyərəm ki, dənizdən bəlkə də balıq qalır.